Evdə olarkən ev paltarı ilə namaz qılırıq. Amma elə olur ki, evə qonaq gəldikdə həmən namaza durduğumuz paltarı qonaq gəlib deyə dəyişirik. Belə etmək nə dərəcədə doğrudur? Yəni, bu bir qadağası yoxdur, icazəli olan bir şeydir. Amma namaz sözsüz ki, daha gözəl paltarda olması daha yaxşıdır. Necə ki, A'raf surəsində keçir ki, Xudu zinətəkum ində kulli məscidin. Siz hər bir, orada məscid sözü namaz vaxtında zinətinizi, bəzəyinizi götürün və ona görə sələflər namaz vaxtı ən gözəl paltarlarını geyərdilər. Amma bir var, məsələn, bir şey icazəlidir, amma bir də var ki, daha yaxşıdır. Namaz vaxtı ən gözəl paltarın olması daha yaxşıdır.